ne dilesen, ona çare tapılmaz. Böyle zulme dözmeye var. Ben geri yüzümü diri diri kuyulara salam. Ben anam, yazın anam. Bir çare atar, bağır atar. Cevahir. Ne oldu annemiz? Ne oldu? Niye sana ağlıyorsun? Eşref, hoş gelmişsin arkamda. Ne yaxşı gelmişsin. Hiç bilirsen ne oldu? Yok. Hadi salmadı tanıyorsa. Vallahi o nemli başına uçursun. Yazık kişinin elinden var yokunu alıp hamısını verip varmaya. Bir de değiller ki kara deryada gemi gayb olur. Tamam barama baktım. Bu neşten atamın da başına gelip halam olup deli. Baş götürüp evden gitti. Anam da arkasıydı. Bir molla, bir seyit kalmayıp ki ona dua tutmasın. Bir büyük, bir adam kalmayıp ki ona gitmesin. Birbirine çareliye. Sen heç saraf olma Cevahir. Yaxşı ki mən gəldim. Bu saat gedib günahcızarlıq edərəm. Həkim gərək, dərman gərək. Lazım gərək hacını evdən çıxır qoyma. Sən heç saraf olma. Eşref, bak gözlerine kurban olar ama atam tam sağlanacak, yaxşı olanacak. Koymayacağım ha seni gelirsen. Sən heç saraf olma. Mən bu saat hacını tapıb gətirərəm. Hə, bir də xalama deyərsən ki, çox cəza-fəza eləməsin. Əşrəf gəlib bütün işləri yoluna qoyacaq. Yaxşı, git. Allah seni bize çok görmez. Git, Allah seni feryadına yetirsin. Perverdigar, şükür sana. Mənim bacılarımın hərəsi gedib bir Allah bəndəsinə. Çox şükür, öz Allah'ında yaşıyordu. Gerek belə müsibət mənə düçar olaydı. İndi biz nətər yaşayasıyıq? Allah bilir. Yazık canım, fakir canım. Ay Allah, başıma taş düşeydi. Ben Allah'ın bilmem taş düşeydi. Sabah nasıl veremiyor? Ay Allah, ben ne işe düşmüşüm? Ay Allah. Ay Allah, ben ne işe düşmüşüm? Ağrını istiyorsan ağrını istiyordum. Yok, bana istemiyorum. Bu da eve durup getirir. Ağrı gidişler. Elimde eşref gelmişti. Dedi ki dava derman getirecek. Dedi halama dedi, ne çok ceza feza elemez. Evet. Ele ceza atamı da getirecekti. Vallahi çıkıram pazara. O cana kaldı nereden? Biri değil mescid apar, biri değil kira apar, biri değil dua yaz. Ben yazı, hamısına inanırım. Allah onu salman veriyorsun. Allah'a dua elemekten başka elimizden ne gelir? Mescid kabağında düşecek yalvarmışam. Ne kadar söz demişim. Ay Allah. Onu bir sana tam getirirler. Ana. Abim gəl bəri kes görüm. Mənim sənə nə vaxt yolundan? Bir bəri kes görüm. Aşağıdan. Açıma gəl görüm, nə olursun? Ayda senin bize yazdın gel. Bir belə cəhalkar adam olmaz. Mən deyirəm fikrində tutub Turacdan, Kəklikdən vursun. Sən demə olar, səni bozbaş yedibəz. Deyir, yox, qardaş. Bak memur, deyir qabatay. Elə mənə deyir, qazmır, qazandı olsun. Deyirəm, yoydu. Qazlar uçdu, getdi. Deyir, yox, əmələ gəlməz. Özdə deyirəm ki, gərək mən gedəm o tüyük istəmkarı oğlatdıram. Deyir, yox, adı salmana qonar getmə. Əşraf, sən ağırlı olasın. De görün, nə olasın? Hacı, mən deyirəm, gəl yat biraz dincə. İstirahət et. Hacım, Vallahi yaxşı olur. bax, mənim iki qulağım var. Biri sol qulağım, biri sağ qulağım. Biri mənə deyir ki, bu fəlakət gəlir sənin başına. Bəs yaxşı, kirayədar niyə olurlar? Biri deyir, kəs səsini. Olmaz. Bax, sandıqlar var, nə qədər olacaq ahirə. Sonra o biri qulağım mənə deyir ki, o biri qulağım deyir, 100.000 tabib neyləsin sənin batmışlarına? Deyirəm, yox, sağ qulağım deyil. O şəm ki həqdən yana, onu heç nə batıra bilməz. Yox, Cəmil, elədir.
Belamı cəbini bağlardım Özgə, mənim 2 dənə də ayağım var. Biri sağ ayağım, biri sol ayağım. Biri deyir ki, Əriya sənin topuğundandır. O biri deyir ki, yox. Dəriya, Bakının neft buruqları qədər dərindir. Ora getdinsə, bu da hafiz. Gel, ay baxanda gələrsən. Deyirəm yox, bat memur neft rabata. O ki qaldı yatmağa. Hayata. İsrafil'in gidiyor. Hayata. Hiç bilirsen geceden ne kadar geçip gel gider yatağa gözler yapılmazsın gel. Gidiyorum ben. Gidiyorum. İsrafil'in gidiyor. Ay xala, ay xala. Ay xala, heç səzafət elə. Ay xala, sən canımsın xala. Mənim sizdən savayı heç kəsim yox. Sən heç sən narahat olma. Mənim pis olduğum odur ki, hacının bu halını görəndən sonra biçarə müsəlmanlar, yazıq müsəlmanlar hamısı hoydu-hoyduya salıb özünü. Ey ay xala. Gözlerine kurban olmaz. Havada ısın kabağında. Biz ne işe düşmüştü ya Allah. Selamünaleyküm. Aleyküm salam qardaş. Buyur görək nəyin satdın? Evet, öyle bir arkadaş şeyim yoktu. Gelmişəm, ondan ötürü ki, adının özünü görmək. Ondan bir bağla, hak hesabı var. Adının özünü görmək olmaz mı? Adı da hoştu ya. O gün adını mazarda gör. Ana, Mazarda. mazarda yok ya pazarda. Uzatma sözünü qardaş. Buyur görək nəyin satdın? Evet, adıya bütün başa düşmüşəm. Gelmişəm onun pulunu almağa. Və salam, zarafat deyil, qardaş, bir hükümətim var. Estağfurullah, estağfurullah, ay tın qırışma. Sənə deyirəm pulun hesabını de. Ayıb pulu. Nə qanır, nə də qandırır. Anlayanda mən daha hükümədar olmazsam ha. Gül kimi oğlana. Gelmişəm pulumu almağa və salam. Onun pulunu ver. Bu sen bilmezsin. Sürüş burada cefen yoklu cefen. Sen öyle sen öyle buralar yedi dibine direk ha. Sen bana hiç sözlerine hakkı yok. Ve kulu. Hoş geldiniz. Yazıq müsəlmanlar, biçarə fağır müsəlmanlar. Gərək müsəlmanlar bir-birinə qardaşlıq edər. Yoxsa bunlar, hacı bu günlərə düşəs deyildi. Yazıq fağır millətim, bədbəxt. Oh, Ana. ay gəlir, Bunlarla ben geleceğim. nə gəlir? Evde gel. Hanım sen git otur. Başıma taş şeyler. Ay xala, nə gəlir zəbil? Adını görmək olar mı? Xeyr, hacı naxoşdur. Cəhənnəm xoş olsun, cəhənnəmə naxoş olsun. Mənə deyən lazım ki, bu boyda yolu tərləyə nəyə gəlsən? Bihəyə oğlu bihəyə. Elə 10 gün bundan əqdən nahaq yerə qoymadı bazardakı gədələr onu aşağı yuxarı sürüsünlər. Bəy, atınızın başını biraz çəkin. Bura söz verdi. Sən nəçisən? Nə cürət eləyib məndən belə danışırsan? Məni tanıyırsanmı? Xeyr, tanımıram. Ancaq görürəm ki, adamsınız. Əlli, ayaqlı, bir də qulaqlı. Sən bir mənə de görüm, sən yüzbaşı olub Məhəmmədin oğlu deyilsən. Dünənə kimi qapımızda süləynirdiniz. Bəy, təvəqqə eləyirəm. Sözünüzü buyurasınız. Sən sualıma cavab ver görüm, sən yüzbaşı olub Məhəmmədin oğlu deyilsən. Cəmaata çaqqarırlar, bizə də itirir. Bəy, soruşmaq ayıq olmasın. Əldə bölmüsünüz, yoxsa meşədən qaçmısınız? Bu nə hesabdır mənə verirsiniz? Bax səni bu sözünün üstündə, bazarda aşağı yuxarı öz gədələrimə sürüttürməsən, bu papaq anır. Ana. Vermişim ki. Bəli, papa. Bu papaq mənə haram olsun. Bəy, bilsəm ki, sözdən başa düşərsiniz, sizinlə uzun söhbət edərdim. Yaxşısı bunu tələbinizi buyurun. İndən sonra nə istəyərsən, de. Amma sonrasını gözlə.
Bəy, sözü qısa kəsin. Buyurun. Qısa kəsəcəm. Bundan 10 gün qabaq Hacı məndən bazarda 250 manat pul alırdı. Mənim isə gözləməyə 1 dəqiqə vaxtım da yoxdur. Mənim pulum bu dəqiqə verilməsə, bax bu evləri tarmar eləyəcəm. Pallı partalı çıxarıb tökəcəm çölə. Bəy, sözlərinizi diqqətlə seçin. O nə deməkdir? Pul laf yaxşı. Hanı bu pulun təməssüsü? Mən təməssüsüz heç kimə pul vermərəm. Al. Hə, elə baxıram, acının sizə borcu var. Zərər yoxdur, nə deyirəm? Buyurun, bu sizin təməssüs. Bu 100, bu 200, bu da kəldir. Bir xoş getdiniz. Xudahafiz, buyurun, cəbi yola salın. O birisi məsələləri də sonra həll Buyur edəcəm. ağa, buyur. Bu nə deməkdir? Yola çıxmaq olmur, evdən çölə çıxmaq olmur. Elə evin içində də gəlib adamı tapırlar. Ayıbdır, ayıb. Bizim mədəniyyət hara gedir belə? Savadsız biçarələr özlərini heç düşünmədən hərəkət edirlər. Bunlar gərək bir-birinə qardaş olsun. Məsciddəki müsəlmanın barmağına iynə batsa, gərək məğribdəki onu hiss eləyə. Ondan xəbəri olar. Yoxsa bunlar bir qəpiyin, 3 manatın dərdinə görə hacının evinə gəlirlər. Utanmazdan, əxlaqsızdan heç zərər yox. Hacı bu günə düşəsi insan deyil. Ama müştülük. Öyle Cəbi. Ne olub Cəbi? Müştülüğünü ver. Ne muştuluğu? Hadi sanma elinden bir çalış. Hayır haber diye gelir. Hadi salam. Kocasın he. Eşref Bey. Salam hacam, necəsiniz? Hazır ben sana kurban. Buyurun, eyləşin. Al bu kağıdı bir oku. Şahınızı. Rəqəm batırmayı qısraqı Bakın istəyirsiniz bu bir. Hacam burada yazır, Mehdi yazır ki, Rəhim balamını sıraxı eləyib. 90.000 manata yük qara dəryada qərq olmayıb. Nə demək? Sana Xudaya. Mehdi benim bacım oğludur. Tamam. Rəhim ise öz oğlumdur. Baktım kimde ağa? Batum şehir adıdır. Cahiz. Onlar orada kağıt işine batırlar. İnşallah 90.000 manatı qaytaracaqlar. İndi bilirsən nə var? Nə vaxtdır? Durmaq vaxtı deyil. Mən qalxım gedim, sizə oradan bir kağıt şəfaət eylərəm. Buyurun hacam, Buyurun. buyurun. Xəbəri Hacı Qəmbərə de, bəlkə kişi biraz özünə gələr. İnşallah hacam. Evet, Allah sizi başınızda xoşuna bu verməsin. xəbərdən xoşuna Baş üstə, baş üstə. Zərbin Buyurun, baş üstə. mallarını var olsun Allah sen. Geç benim değerim. Geç Nə benim yaxşı oldu, nə yaxşı oldu. Ay Allah. Ay hanımlar sen ne gelin? Şat haber. Ne olur? Ne olur? Ne olur? Hala bilirsiniz ne olur? Ne olur? Şu dönün. Hacıya düz 45.000 manat pul çatır. Yük qərq olmuyor. Hadi zetanı öldür görün. Gəldik, çatdıq mənəm də. Yetimin alınan kimlə başa düşər? İndi bir qoçaq oğlan istərəm ki, niyyətini açıb bəlli etsin bunlar. Avropa mədəniyyəti aid deyil. Gedirsən, niyyətini qıza bəlli edirsən. O da gedib valideynlərinə deyir. Ya bəli, ya xeyr. Ancaq gəl ki, bizim mədəniyyətdə mən öz niyyətimi necə bundan açıq elan edim. Bəlkə elə çıxınca edir. Ya, bura kimi gəlmiş halde. Hər neysə, ya Allah, ay Allah qonaq istəyəm, ay evliyəsin. Uy Allah, bize ne yaxşı qonaq gəl. Əşrəf, gözünə xalar qurban olsun bala. Heç gedəndən neçə vaxtı tel yazdım. Mən demədim ki, mənim burada bir xalam var. Yadına da düşmürdü. Ay xala, ay xala. Yox, yox, ey. Ay xala, bir əyləşiyorum. Ay xala, sənə hələ sözlərim var. Hə, Heç Əşrəfin vaxtı var ki, hə. gündüz vaxtı bağ, bağça, dəyirman, öz işimi qurmuşam. Elə axşam başımı qaşımağa belə vaxtım olmur, ey xala, axşam. Can bala, deyəsən ev qurursa. Hə. Hacı da sən gedəndən hər gün soruşur ki, Əşrəfdən bir xəbər ətər çıxmadı mı? Hə, deyirəm ki, bu zamanada ev qurmaq asan məsələdir. Amma bircə qalır evlənmək. Ona da ki, gərək özü xahiş edir. Ey xala, danışırsan ey. Mənim kimi yetim adamın kimi var. Mənim bir sən varsan xalam, o da ana bəzir. Bir də hacı var, mənim ayrı kimi var ay xala. Mənim kimi yetimə kim qız verər? Can bala,
Sən hansı qızı istəyirsən? Ha, tamam vilayətdə sənin kim olur? Bayraqlığı belə uzat. Kalan həmin gün tamam. Xala, düzü bunu necə deyim bilmirəm. Amma sənin canısın, mənim tək niyyətim Cəvahiri xoşbəxt Qurban deyil. olum sənin, de. Mən istərəm Cəvahiri yalnız və yalnız xoşbəxt olsun. Ha? Yəni xala, sən ki mənim anamsan, istərəm hacı məni oğulluğa götürsün. Təkərətli etmək istəmərəm xala. Sizə mənə buyurun. Buyurun. Baba, mənim heç belə bir iş ağlıma gəlməz. Belə də ki, Cəvahirin başını kəsməyə sənin tam ixtiyarın çatır. Sən bacımın yadigarı. Bir zamanasın. Amma ki, gərək bu işdə de o hacını, bir də qeyri-övladların razılıq olur. Qoy məncə, bu məsələni hacı deyim, ondan sonra sənə bir xəbər götürüm. Onda xala, mən səndən xəbər gözləyirəm. Demən getdi. Xudahafiz. Xudahafiz. Özünə yaxşı bax xala. Ay Allah, bu nə gözəl iş oldu. Mənim heç ağlıma gəlməzdi ki, Əşrəf belə bir fikrə düşər. Lap yaxşı. Bundan sonra dəxi bütün düşmanlar yanacaq. Hə, gərək bu işi elə bu saat tamam edeyim ki, sonraya qalmasın. Yetər! Ay, yetər! Bəli, xanım. Yetər! Sən gəl buralarını başdır. Mən də gedim ki, Cəvahi paparazzi. Əşrəf bəy də gələn kimi mən o saat duydum. Elə Cəvahir özü də eşitmişdi. Vallahi nə deyəsən, evin tək uşağı, oxumuş, ali savadlı, cavan, belə deyərləri, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Allah öz birliyi xatirinə mənə də bir bəxt açaydı, ay Allah. İnşallah. Ay kız, yeter. Bəli, ağa. Sen gayrıysan kızım. Heç otağı yığışdırma. Başını niye aşağı salmışsan? Ha? Azarlamamışsan? Yeter. Yüzün niye karadır? Kömürçü ha değilsen. Beri gel görüp. Az beri gel demir ha. Yeter. Mənə su gətir için. Yaman bəliyə düşmüş. Bu kızı bir dəqiqə görmədi. Halım olur yaman. Ot tutub yanıram. Bunu kəbindən savayı çarəsi yoxdur. Özü də ki, mən bunu 8 yaşından götürüb böyütmüşəm. İndi mən bu ləxfəni əldən versəm, mənə axmaq deyərlər. Buyurun ağa. Yeter. Ay kız, yüzüğü niye temizlemişsin? Sana güllü sabun alırım. Ha? Ağa, əgər su içmək istəmirsiniz, mən aparım. Yeter, gerek sen atan yanına düştü. Sen bana da uşağı idin. Acığı tut. Ebi yok. Mən yola gətirərəm. Bax, deyirlər, dünya 5 gündür, 5'i də elə qara. Sultan Süleymana qalmayıb. Gəlsənəm işim alınsın, səfamı çəkin. Əzrail də gələndə deyərəm ki, hoş gəlirsən. Oh belə. Açı, Oy. nə yaxşı göstərdin sən belə. Ha. Biri sən olub. Ha? Biri sən kim gəlmişdi? Ha. Əşrəf gəlmişdi. Hı. Mənə dedi ki, hacı gərək məni oğulluğa götürsün. Mənim üçün təkcə Cəvahirin xoşbəxtliyi müddət. Hə, mən də dedim ki, hacıya deyərəm. Arma. Sən bu işə nə deyirsən?
Sən bilirsən ki, bax bu axırıncı işimizdə o bizə oğulluq elədi. Əşrəf çox kömək oldu, xəcalətli oldu. Özü də ki, ondan yaxşı oğul tapacaq, qızı verməyə. Cəvahir razıdırsa, mənə fərqi yox. Allah mübarək eləsin. Hə, mən də bu işə çox şad və razıyam. İndi bizi qonaqlığa çağırdılar. Mən gərək Cəvahiri də götürüb ora gedim. Elə yolda da bu məsələni Cəvahirə deyəm. Nə yaxşı olur. Hə? Nə dedin Akı? Deyirəm, çağırıblarsa gedin. Hə, onda demən getdim, sağ ol. Gedin. Heç bilmirəm neyini. Bax, belə gözəl iş olmazdı. Arvadım başı qarışar Cəvahirə. Mən də düşərəm Yetərin işinin üstünə. Görüm hələ nə qaydıram. Olsun ki, Yetər ağasının sözünü yerə salmaz. Hə deyə, biz də 2-3 gün gizli saxlayarıq. Sonra da deyərik. Sonra Dilbər nə qədər atılıb, düşsün. Yetər! Yetər! Bəli, ağa. Getdilər? Bəli, getdilər. Çox gözəl, çox pakizə. Qız, hadi getsən. Bura gəl görüm. Mənə denən görüm hələ. Sənin ağlın bu Cəvahirin işinə nə kəs? Ağa, mən nə karəyəm ki, bu işə razı olum ya olmayım. Həm bir yetim qızım. Özümdəki Dilbər xanımın tənzim. Çox nahaq. Sən elə bax bu evin əsl xanımı sənsən. Dilbər nə çarədir ağız? Yox, ağa. Amma gəl ki sən elə bir sinnə dolmusan ki, sən olmusan mənə naməhrəm. Amma razılıq ver. Ağa, mən başa düşə bilmirəm də. Mən indi bundan sonra sizin yanınızda heç danışmaram, sizə görünmərəm də. Küçüğün nadürüstlüyünə bax. Ay qız, ağlını bir başına yık gör. Sənə Allah nə mərtəbə lütf eləyir. Ağa, mən yana bilmirəm. Bir deyirsiniz mənə baxmaq məhrəmdir, bir də mərtəbədən danışır. Yetər. Sənin üçün mən elə iş görərəm ki, sən olarsan mənə. Mən başa düşə bilmirəm. Niyə yiyəcəksiniz mən? Ay qız, bax, gedib çağırıram mollanı, kəbini kəsir. Ondan sonra olur hazır. Mən elə bir şey istəmirəm, mən elə bəxt istəmirəm ağa. Necə istəmirəm ay qız? Bir ağılla fikirləş. Sən ola bilsin ki, deyirsən ki qocuyam? Mənə qoca deyil. Nə var ha? Sənin o Əşrəf bəyin kimisinin yüzünə bir şillə vuraram. Elə bax, orada da. Bunu bilir. Nahaq yerə özünüzü tərif eləmir. Olan iş deyil o. Ay Allah, bunun nadürüstlüyünə bax hələ sən. Ağa, bir fikir edin. Siz həmişə mənə qızım demişsiniz axı. Olsun, eyb eləmə. Sənə görə mən hamını qabağıma alaram. Nəki? Ağa, mən sizdən təvəqqə edirəm. Bu sözü bir dediniz, bir də ağzınız alıb danışmayın. Mən elə nə kimi Dilbər xanımın kənisiyəm, Ay qız, mən buna görə qohumlarımı, 30 illik övrədimi evdən göndərib, bu mənə gör durub nədir? Ağa, məni o yerə gətirməyin. Mən sizin yanınızda bir xəyalıq eləyim.
Buyurun. Belə şey olar. Ay bala. Ya öz xoşunla, ya da ki mənim istədiyim kimi. Bildin? Benim ağrım senin özüne de, malına da. Axmaq kişi, görünür hələ ağlını başına yığmayıbdı. Buna bax, kişilikdən dəm vurur, qüvvətdən dəm vurur. Püh, elə səni. Salam aleyküm, hoş gördük. Salam aleyküm, hoş gördük. Salam aleyküm, hoş gördük. Kocam, Hoş gördük yeter. Yakışsan mı? Keyfin necədir? Ne qayırsan, ne edirsən? namım sənsən. Xoş gəlmirsən bizə, namım. Sən niyə heç bizə gəlmirsən? Mənə şəf olun göndərdi. Deyir o işdən mənə bir xəbər. Elə sənin yanına gəlmişəm. Əşi, işə nə var? Əşrəf bəyə deyərsən ki, iş əldə olubdu. Sən özün də gör, sən niyə heç gəldin? Nə bilim ay yeter. Vallahi işlərim o qədər olur ki, heç başımı qaşıma da mazal olmur. Bir yandan bəyin işləri, bir yandan da öz işim. Sən nə işləyirsən ki? Nə bilim, özümə bir-iki otaq tikdirirəm, tövlə pəyə tikdirirəm. Bir yandan da Əşrəf bəy də deyir ki, gərək sən də evlənəsən. Mən də hazırlaşanda Əlazıq nə deyir? Sən Əşrəf bəyin darvazsan? Əşrəf bəy mənim oğlamdır. Ölənə can ondan əl çəkməyəcəm. Nəinki darğa, bəlkə bir gəl mənim də. Vallahi Ayman, fikirləşəndə ki, Cəvahir xanım bu evdən gedəcək. Az qalır mənim doğrum çatlasın. Sən özün də gəl bizim kəndə. Vallahi doğru deyirəm. Kənd yaxşı. Nə var ya burada? Allah vurub şəhəri. Heç adam göy ot da görmür. Əşi, hacı qoyarmı mən səndən kəndə gəlmək? Sənin fikrin olsun gəlməyə, görüm səni kim qoymayacaq. Vallahi səni elə apararam ki, hacı olmasın, lap babası olsun. Heç ruhu da eləyəm. Qoymaram başından bir tük əksi olur. Yaxşı, onda Cəvahir xanım gedəndən sonra mən sənə nə vaxt işarə elədim, gəl məni apar. Sən ol mənə qardaş. Qardaş deyirsən qardaş ol lan, yoldaş deyirsən yoldaş. Yaxşı, indi hacının gələn vaxtıdır, gəlib görməsin. Get, Salamat qal. get. Bizim hacıya bax hacıya. İtin əbləhi, arxavadan payımlar buna deyiblər. Hənə. Axırdan kələk. Qızım deyə. Axırda belə kələk. Mən qorxuram, dəli şeydir. Güc bəlayla bunları eləyər. Gərək Cəvahir xanımın işi həll olsun. Ondan sonra da mən öz işimi həll edeyim. Amma bu dəlidir. Qorxuram güclə iş görər. Ay Allah. Yeter. Nə var acaba? Ay yeter. Ana bunu. Ana. Parmağında kal. Ana burada. Bu nədir? Elə bu dəqiqə ağa bunu sandıqdan çıxartdı, verdi ki, verin çənə. Mənə bax, apar bunları hacı soxsun gözlərinə. Eşidirsən məni? Axmağın qızı axmaq. Adam öz tanısına təbii yaxar. Bu elə xoşbəxtlik ki, heç kimin başına qoymuyor. Bu ki belə xoşbəxtlik. Hacı da sənə xoş gəlir. Öz bacı qızı verdi hacıya. Yeter. Yenə nə? Yeter. Gör nə deyim. Bir halda ki sən hacını istəmirsən, gəlsən evin otunu yana, mən arıları boşayım, gələsən mən mənə, nə olar ki ölməyəsən. Sənin bir həya saqqan. Dayan sənə deyim. Bax, mənə elə bu da az. Amma zalimin balası elə maldı. Bir damcı üz belə alasın özünə havaca övrət edilsin. Amma mənimki turş xəyal. O boyda milyoncu hacıya gəlməyən qız mənə hə deyər ki,
O Cabir. Bəli ağa. Ne oldu? Ne oldu? Verdin bir şeyler ha? Verdim. Ne dedi? Götürme. Götürmedi. Ne? Ha, bilmezsem oğlu bilmezsem. Sen de hiç neye bazar mısın he? Ağa, sen bu yazıq səhvini buyursan olmaz işe. Sonra da dersen bilməsin. Mən neyini, ne iş tutum? Ada. Bak. Andola getdiyim o məhkiyə mədin ya ha. Bu iş alınsın. Sənə 100 manat verəcəm. Ha. İndi mən gedirəm. Gel ağa, arkayma. Bak. 100 da yox. 200 verəcəm. Yeter ha. Siz buyuranlar... Ona 300 verəcəm. Ha. Yeter. Her ne çalayım var işte ne zaman ha. 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 100 manat az kurdu. Hele biraz direkse 300 de verir. Yeter. Nədir? Qoymazsınız bir dəqiqə bir yerdə oturun. Nə var mənim nəsin? Yeter. Bak gönderdim. Bak indiye kimi bu evde olmuşsan benim kimi nöker. Bundan sonra hanım olsan ne olar? Cəbi, sən məni axıda o yerə gətirəcəksən ki, saqqalını lopayla düşürəcəm. Bu ev olmuşsun. De aldın payını. Bak ne diye lazımdı. Ne düşmüşsen bunun dalıydı. Aa, ner kimi kızı düşüp ortalığa. Ay hatta git öz şuna meşgul ol da. Ben gayet eliyene bu kitapla söz değil. Oho! Ay! Cavahiri yola saldım getdi. İndi görüm yetərlə nə qayrı. Elə doğru deyirlər. Nə cavanlıqda, nə də qocalıqda baş gərim olmaz. Elə dünya deyirəm elə 5 gündür. Bax, bu 5 qara günü mən gəlsənəm inşallah işim alınsın. Səfanı çəkim, öləndə də rahat ölüm də. Öləndə də rahat ölüm. Cəbi! Bəli ağa. Nə oldu? Ağa! Sen evini buyursan olmaz ki. Ben de istemiyorum. Lan ne eyleyeceğim, ne billah eyleyeceğim. Deyirəm indiyə kimi nökər olmuşsa, bundan sonra da hanımım. Mənə deyir hamısı gedib, hanıma deyəcək. Mən də ağarım. Ada, gəd o çağır görüm bura. Nainsaf bağısı nainsaf. Başqa ağa. Mənə deyən lazımdır. Ağa. Bunu çağırır, yoksa bunu çağır. Ada, bunu çağır. Başqa ağa. Mənə deyən lazımdır. Nə işin salmısan ya bu cəbinin üstünə? Elə olmaz da molla şəfini çağırır, cəbini kəsdir. Sonra görüm yetərin səsi hara qədər çıxacaq. Ay Allah, başıma daş düştü. Ay bir həyat, oğlum bir həyat. Bu sən Bu- saqqalını. Ay arvan, sənin atla baş şəfir, sən nə cürətlə mənə belə danışırsan? Mən nə cürət edirəm? Ha? Mən nə danışıram? Yağışdan çıxdım, yağmura düşdüm. Ağam gözdən eşqə düşüm. Ay qız, şəriətə qarşı gəlib, mənə qarşı çıxırsan? Sən onu seviyorum, ben görürsən. Yaman kızım, neydi? İndi yeter mənim üstüme gəlmişsən. Yeter. Mənə bax, Hayır. aç səsini. Sənin ixtiyarın yoxdur ona. Oradan otur, oradan dur deyəsən.
Səni iti qovan kimi qovaram. Məni qovarsan. Ha. Yerlərini. Ha. Saçımı, başımı, Ay Allah, nə işə hataya düşdü Allah. Bazara səni bir Ay qız. Yeter səndən betərdir. Ha, onun kimi yetəri 100 dənə sənə dəyişmələm. Məndən nə istəyirsən? Ambulans çağırırım. Ay qız, sən nə yapışırsan məndən? Nə deyirsən? Ha? Ah Xudavəndinin, ah Xudavəndinin davası. Başıma bir şeydi Allah. Mənə bax, sən məni yığdın babadan. Tül buradan, tül. Gördüm görməsin səni. Abi bunun beynine kesildirmişti. Sen ne olmuştu? Demedin mi ayağı başına tabii? Aha, məndən nə istəyirsən? Mən nə almışam? Ne olmuşsan sen de olmuşsan. İtin yalı artık düşende sahilinden kaçır. Ay. Bunun da yalı artık düşer. Ay qız, yalım artıq düşüb. Gedib qıraqda bu sarıları saxlamıram ki. Dedi bir de mi sarılıp sallayaydın? Yox da yeter olmadı. Kime dedi? Arı, belə acığın da tutmaz. Onun zarlatlarındaki olmaz. O gəmizə, o duruş. Bizim Müslüman arvatlarında ne gəlir? Öldüm ey Allah! Allah deresini getirmesin! Arvat, bax, gidək səsini. Ay, iti görün burada. Ay Allah! Sənin mehrini gəl, sahibəndə sıç gətir. Ay, bu otağa girmə, qızlar şunu olmasın. Düz gəl. Allah! Ben indiye kimi sizin yüzünüze hiç dik bakmamışam. Ha. Hiç olabilir mi ki Dilber Hanım bu evden geçsin? Allah'ın analık eyleyin. Ha. Ben siz bu fikre düşenden beri gece gündüz ağlayıram Allah'ın eyleyin. Ay qız, yetər. Bax, mənim varım, dövlətim, mülküm canım sənə qurban. Niyə ağlayırsan? Allah hatırına beni çevir uşaqlarının başına. Xudaya! Bu ne iş? Ay kız! Düşdüm. Mən sənə görə, Ben bu yere atıla bilmərəm. mən sənə görə arvadımı rədd elədim. Sənin mənə dediyin sözə bax. İstəyirəm Allah mənə bir dənə qız vermək ki, qurban eləyəndə sənin yolunda. Neyləyəm? Biz belə deməmişdik. Biz belə deməmişdik. Get. Ay! Hadi, get vallahi sarılır. Tez ol! Tez ver! Yeter! Bak ha! Şimdi ki belə problem eləyirsən, istəmirsən, öz bildiğim kimi elərəm. Gəlsin molla, derdimizi kəsdi. Dilbəri də göndərəcəm, hə? O geçsin. Səni elə saxlayaram. Səni elə saxlayaram. Deyəcəklər, halal olsun acı qəmbər. Bax, əla iş tutmuşsan. Ha? O gedim molla gələnə qədər qəndi gəldi. Atasız anasız kardeşsiz canıma. Xudaya, mən nə günah işləmişdim. Mən indi Dilber Hanıma nə deyəcəm? Mən Ağca var xanımın yanında nə yiyəcəm? Sənə demədim mənim malım mülküm. Canım varı dövlətim sənə bu. Niyə ağlıysan ay? Ha. Elə heç nə olmaz. Qız uşağı belə olur. Oy biraz ağlasın. Sonra mən onun
Alaram könlünü. Bakıda namazımı da kılaram. Ha. Biraz ağlasın, düzeler. Sonra diyecek ki, gül kimi yeter koy, kenara niye bakırsan? Ben hiç onu ederim. Uzanaram. Başımı da koyaram elə bax bu yeter bizim üstüne. Salam aleyküm, hoş geldin. Salam bala. Ne tərsən? Ne qarsan? Cavahir gün nətərdir? Şükür Allaha, keyfləri kökdürür, damakları çal. Cavad xanım da məni göndərib ki, get gör olan necədirlər, dolanırlar mı? Çox şükür bala, çox şükür. Əla. Əvvəla gəlmişəm bir neçə şey aldıqlarım. Xanım biraz yağ, qaymaq göndər. Onlar da verdim yetərər. Bəssər olaram qulluğunuzda. İşim çox axşama içər. Get bala, get. Get. Deyirəm ki, çox əcəb iş oldu ya bu. Elə heç nə olmaz. Qoy molla gəlsin. Kəbini kəsin. Deyirdi də. 5-3 gün atlanıb düşər, heç nə olmaz, razılaşar. Ondan sonra yaşa getsin. Assalamu alaikum. Salam aleyküm. Buyur. Ben hardan ya kafirun? Bu ne kafir libası ay hacı? Elə bu zaman Cəəm dedi ki, hacının mənə bir işi düşür. Siz buyurun, ora. Bax, sənə işim düşür. Bir xeyir işimiz var. Səni ondan ötürü narahat eləmiş. Çox gözəl. Əziz olasan. Yaxşı ki gəldi, çıxdı. Mən həmişə sizin qulluğunuzda hazıram. Bilirsən. Allah şahiddir ki, mən həmişə sizə duaçı olmuşam. Allah Sizi səni unutmaram. imanı kamil elə. Amin. Bax, bir dənə uşaq var, qız uşaq. Allah istəyirəm onun kəbini kəsibdir. 8 yaşından onu götürmüşəm. Belə böyütmüşəm. Maşallah. Şimdi də istəyirəm ki, onun kəbini kəsdirəm. Yəqin ki, hacı, qızı ərə vermək hacı. Çox gözəl. Elə bir iş görürsünüz ki, elə bir cənnətin bir güşəsini satın almışsınız. Bəli. Amma evdən çıxarmadan Bu, o birisindən də gözəldir. Allah, bilsən niyə? Ürəyim gəlmir. Böyütmüşəm. Gedər qraf yerə, bədbaxt olar. Elə olursa qoy məndən. Çox əla, çox gözəl düşünmüsünüz. Şunlara. Allah xeyir versin, ömrü əfani dua eləsin. Allah xeyir versin. Allah xeyir versin. Sağ ol. Cəmi, bu nə mənədir? Nabat da almalla sen. Nabat? Bu qəndin sayhanı? Çay içərsən. Bax, bu çox gözəl. Görüm ayhadı. Şəbin nə vaxt gətirir? Elə bax bu dəqiqə. Bu dəqiqə? Əla. Kız özü bu işe razıdır. Ben de bunun vəkili. Ay Cəm, bizim şəriətə görə qız gəlməlidir, bir hər verməlidir, mən də kəbini çək. Ben de deyirəm ki, kız özü öz dilinlə mənə dedi ki, mən bu işe razıyım. Behri de olacaq 150 əşrəfi. 150 əşrəfi? Heç olmasa, gəlsin qapının ağzına bir desin, razıyam, mən də kəbini çək.
Cəmil, get. Get ol, get. Ha, yaxşı da get, yaxşı get saniye. Eller beni olur. Get. Hacı, Ha. nə əcəb sizin ağlınıza belə gözəl bir iş gəlir. Ha, bax sənə dedim bax. Ürəyim dözmədi. Böyütmüşəm. Elə bir yaşa gəlib ki, mənlə naməhrəm. Günaha mı var? Ha? Şəriətdən mi? Vallahi kimə desəm ki, hacı belə bir iş tutur, hamı sana afərin deyəcək. Halal olsun. Birinci səfər, halal olsun. Allah! Bilmem cüretin ne derdi. Kız yoktu. Kız yoktu. Kapardılar. Mahmut çaktı kızı çekti. Çocuğumu ne o da? Ay ya, Ya da. Akılda kıza da zaten. bak bu olmadı. Sağ deyən lazımdır, sana şəriət lazımdır. Güzəlləş yaxın, qoy cibinə çıx get ana. Olaldı, hacının halan övrədi, tərk edən məndən halan. Ayağımlar ya. Abi Evə? özün dedi onlara yaparsın. Bunlar mənim halal zəhmətimdir. Əzizim sən, bəyəm, qız mənə görə qaçır, məni zəhmətlə tükətirirsiniz, mən də gedirəm. Sakla görün. Değilsen ip gitti. İp de geçsin. Onları vermene özü koşun. Köydən yerə mələhiyinə bir zəhkum da verməli. Şəşin qalanına. Yok kişi sen diyesen benden zarafet ediyorsan. Onları vermene sonra çıkacak bana. Allah'ın dərd bəlası. Gəl sənin valideyninə iki xətlə, Quran xətlə eləyib, məni bırak get. Yok ben başıma Allah'dan. Bunları ver bırak özü çıkacak. Ama senin ben Suriye'm. Sən canını aral 5 manat. O bilmem. Mən də nərsən? O bilmem. Ay kişiyi oyna. Allah sana verin. Bu ne ters oldu? Bu 5 manatla da bu Şahsəlimə bir dənə yaşmaq, Gülsəlimə də bir dənə başmaq. Hə, Allah deyirən yetərin canı sağ olsun. Nə deyir belə şey? Vəssalan şut tamam. Belə yerə deyib be. Yağışdan çıxdı, yağmura düşdü.